Deməli əziz dostlar, mən hal-hazırda çox qorxuram çünki qarşımda böyük bir canlı var. Bengal pələngi. Hindistandan gətirmişik. Əhəlləşib özü belə səliqəlidən divicə edir. Biraz gözləri əyridir, o da ki düzələn şeydir. Bugün hara gedirik? Bitti bazar. Bitcoin axtarmağa gedirik. Zarafat edirəm. Gedirik bit bazarına. Bu nədir? Bit var, bit. Gəl çatmışıq bit bazarına. Bir xala Elxanı barmaqladı, indi onu görərsiniz. Tacizə məruz qaldım burada da. Bu siz nədir uşaqlar? O mahnı var, Şamdayı qıdı qaydın. Dayı bunlar hamısı satılır yoxsa tək bir dənə satılır? Bir dənə satılır da. Ha ulan niyə? Ha, bəyəm çox əladır həqiqətən. Çəkilişlərə yarayır. Oy. Təhlükəsizliyin təmin olacaq. Pakistanlıdır qardaşların 3 dəqiqə həll elədiyi kassa. Xalik, idmansın sənin qəşəng adamsın. Sənə elə əsl baba lazımdır va. Belə işləyərsən gecə. Danışırdakı yerli vaxtla saat 6:15 dəqiqədir. Deməli, axırı ki illərdən sonra babamın kaskını tapdım. 41-45-də deməli babam bu ilə qırğın eləyib dana. Müharibənin ən çətin yeri elə bunu daşımaq olubmuş. Belə kaskım olar. Hə dayı. Dayı bunu nətər gəzdiriblər sən? Belli bir pəhlivan lazımdır. Hə vallahi belə döyüşmək çətin məsələdir. Deyir babamın kaskası. Əgər buna 10.000 like gəlməsə Xaliq məni vuracaq. Ya da gəlsə vuracaq. Gəlsə vurursa. Gəlsə əsl Temudan aldığım silahla vuracaq məni. Gəlsə də gəlməsə. Dayıya bax. Papuqay mütəxəssisi bax. Dəqiq. Ha, bu oğlandı. Bu baladı yoxsa Yox, ikisi yekündür. Cinsli şey eləyir, müəyyənləşdirir. Hayır, köy olan oğlan. Qəşəng Gəncə göyərtisi, qutaflıq. Gəncədən gəlib gibi. Görürük, atıram da, Gəncə göyərtisi. Deməli, görürsən, biraz yaxından çək parlar. Gətirmiş Gəncədən qəşəng göyərtimiz var. Kim istəyirsə, Braziliya turfu, hə, var. Bir dənə sual verin, o toyuqlar dayanıb orada da, onlar niyə getmir, uçmur? NPC-dir, baqa giriblər. Qoy ora. Bağa girin. Deyir, bağa girmə, çalış bağa gir. Bağa girmərəm sənsiz. Ha. Gülməli də olamsa, orada altda şərh yazın. Gülməliyəm, gülməli də olam. Baharın ömrü az olur, bəh. Kim Xaliqin talibidirsə, bax buradan özüm alacağım onun ciyəcəyizini.